5, 6. Şəhidimiz Vüsal Məmmədov Vətən müharibəsi zamanı döyüşlərə könüllü olaraq qatılıb. Vüsal 2020-ci il oktyabrın 12-sində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, vətən uğrunda Xocavəndin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə Cəsur döyüşçü medalları və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib. Yaşad Fondu qəhrəman şəhidimizin valideynlərinə müalicə xərclərinin qarşılanması və tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı dəstək göstərir. Vüsal Zaqatala rayonunun Lahiç kəndində dünyaya göz açıb, Qoca Qocayev adına tam orta məktəbdə təhsil alıb, təhsil alandan sonra hərbi xidmətə gedib. Əsgərlikdən sonra Vətən müharibəsi başladı. Mənim oğlum da səfərbərlikdən çağırış gəldi. Könüllü olaraq Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərə qatıldı. Ara-sıra zənglər eləyirdi. Son zəngi oktyabrın 7-si oldu 2020-ci ildə. Zəng elədi, hal-əhval soruşdu, danışdıq. Elə son zəngi onda oldu. Ondan sonra ondan bir xəbər çıxmadı. Neçə günlərdir. Ayın 13-ü səhər-səhər bizə dedilər ki, sizin oğlunuz şəhid olub. Müharibə qurtardıqdan sonra bir əsgər də gəldi, gətirdi bizə bunu verdi. Dedi ki, sizin oğlunuz müharibəyə gedəndə, bizdən ayrılanda bunu mənə verdi ki, apar atama verərsən. Dedim, sən özün ver. Dedi, yox, mən şəhid olacam. Mənim oğlum həm də idmanla çox məşğul idi. Kimboksla məşğul olurdu. Dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdı. Cənab Prezidentimizə də təşəkkür edirəm. Yaşad Fondu yaratdı. Müharibədən sonra Yaşad Fondu da bizim kimi ailələrə çox dəstək oldu. Müalicələrimizdə, iynə dərmanda çox sağ olsunlar, bizə dəstək olurlar.